Herkese salam, hər birinizi yenidən kanalımda xoş gördük. Bugün sizə Riyaziyyat 3-cü sinif 1-ci hissədən toplama minə qədər mövzusunu izah edəcəm. Uşaqlar, qeyd etmək istəyirəm ki, ilk öncə biz yada salın və təkrar üçün tapşırıqları yerinə yetirəcəyik. Növbəti mövzumuzda isə toplamanı həyata keçirəcəyik. Gəlin baxaq ilk olaraq burada bizə nə deyilir? Deyilir ki, uşaqlar, neçə ağ və neçə qəhvəyi şokolad var? İlk öncə ağ şokoladları sayırıq. 100, 100, 100, 300, 32. Bəs neçə qəhvəyi şokolad var? 124. Cəmi neçə şokolad var? 332 ilə 124-ü toplayırıq. Nəticədə 456 şokolad edir. Mağazaya 2 böyük qutu və 2 böyük qutu qəhvə və 3 böyük qutu ağ şokolad gətirdilər. 2 böyük qutu 200, 3 böyük qutu isə 300 deməkdir. Nəticədə 200 və 300-ü toplayıram, eləyir 500 və bizə deyir ki, cəmi neçə şokolad oldu? Cəmi şokoladların sayını tapmaq üçün nə edirik uşaqlar? 332 ilə 124-ü əvvəlcə toplamışdıq, eləmişdik 456. 456-ın üstünə də 500 gəlirik, eləyir 956. Davam edirik. Yada salın hissəsinə baxırıq. Biz 2 rəqəmli ədədlərin belə qaydalarda toplamışdıq. Burada biz nə edirdik əvvəlcə? Belə bir toplamamız var idi ki, 2 rəqəmli ədədlərin toplanmasında sütunlu şəkildə toplama həyata keçirirdik. Yəni 27 üstünə 14 gələndə 41 eləyir. Ədəd oxunda saymaqla toplamanı həyata keçirirdik uşaqlar. Onluq və təkliklərə ayırmaqla 27-də 2 onluq 7 təklik, 14-də 1 onluq 4 təklik və onluqları ayrılıqda toplayırdıq, eləyirdi 30. Təklikləri ayrılıqda toplayırdıq 11, 30-dan da 11-i toplayanda 41 eləyirdi. 100-ə tamamlamaqla 5-lərin üzərinə neçə gələndə 100 eləyər? 5-lərin üzərinə 20 gələndə 100 eləyər. Və yaxud da 3 ədədin toplanmasını həyata keçirərkən sonu sıfırla bitənləri 1 toplayırdıq. Yəni 26 ilə 34 toplayanda sonu 0 olacaq. Üzərinə də 18 gələndə cavab 78 eləyəcək. Gəlin təkrar çalışmalara baxaq və bu qaydanı daha yaxşı mənimsəyək. Birinci tapşırığımızda bizə deyir ki, uşaqlar, neyləyin? Toplananlar onluq və təkliklərə ayırmaqla cəmi tapın, toplama əməlinin bir neçəsini ədəd oxunda göstərin. Gəlin başlayaq. Toplananları neyləyək? Onluq və təkliklərə ayıraq. İlk öncə başlayırıq 49 üstə gələk 30. 49-u bu formada göstərə bilərik və yaxud da 49 üstə gələk 30. 4 onluqla 9 təklik və 3 onluq. Biz necə dedik? Deməli 4 onluqla 3 onluğu, yəni 40 üstə gəl 30 üstə gəl 9. Nəticədə eləyir 79. 76 üstə gəl 12-ni 7 onluq 6 təklik 12 isə 1 onluq 2 təklik. 7 onluqla 6 təkliyi, yəni 10 təkliyi, 1 təkliyi, yəni 70 ilə 10-u toplayıram. Üzərinə təklikləri gəlirəm. 6 təkliklə 2 təkliyi. Nəticədə 88 edir. 25-in üzərinə 34 gəlmək istəyirəm uşaqlar. 25, 2 onluq, 5 təklik, 34 isə 3 onluq, 4 təklik edir. Gəlin onluqları bir toplayaq. 20 üzərinə gəlsin 30, təklikləri də ayrı toplayaq. 5 üstə gəlsin 4. 20, 30, 50, 5 üstə gəl 4. 9 eləyir 59. 47 üstə gəlinsin 13.
4 onluq 7 təklik, 1 onluq 3 təklik. 4 onluq, yəni 40 üstəgəlsin onluqları toplayıram 10. Daha sonra təklikləri toplayıram. 7 üzərinə gəlsin 3. Elədi 50, 50-nin də üstünə 7 ilə 3-ün cəmi gələndə eləyir 60. 83 üstə gəlinsin 14. 8 onluq və 3 təkliklə 1 onluq 4 təkliyi toplayıram. Yəni 80 üzərinə gəlsin 10. 3 üstə gəlsin 4. Bu da eləyir 97. 58 ilə 42-nin cəmini tapırıq. 58 5 onluq 8 təklik, 42 4 onluq 2 təklik. 58. Yəni 50 üstə gəlsin 40-ı yazıram və 8 üstə gəl 2 yazıram. 50 ilə 40-ı toplayıram 90. 90-ın üstünə 10 gələndə eləyir 100. Son olaraq isə 74-ün üzərinə 26 gəlirəm. 7 onluq 4 təklik və 2 onluq 6 təklik. 7 onluq elədi 70, 2 onluq elədi 20. Üzərinə gəlirsən 4 və 6-nı 90 üstünə də 10 gələndə eləyir 100. Nəticədə cavabımız elədi nə qədər? Elədi 100. Gəlin cəmi tapaq. 8-in 602 gələndə 8. 3 isə olduğu kimi yazırıq. 9 ilə 5-i toplayanda 4. 14 bir yadda. 5 üstə 2 7 bir də yadda 8. Nəticədə cavabımız neçə elədi? 59-un üstünə. Uşaqlar 59-un üstünə 25 gələndə cavabımız neçə elədi? Cavabımız elədi 84. Daha sonra 7 ilə 3-ü toplayıram. 7-nin üstünə 3 gələndə eləyir 10. Neynirəm? 0 yazıram. 1 yadda. 4 ilə 3-ü toplayıram. 7 bir də yadda. 8. 9-un üstünə 3 gələm 12. 2 yazıram. 1 yadda. 5 üstə 2 gələm 7. 1 də yadda elədi. 8. 8 üstə 7 gələm 15. 5 yazıram 1 yadda. 4 üstünə 4 8. 1 də yadda 9. Nəticədə cavabımız elədi 95. 67 üzərinə gəlsin 20. 7 ilə 7 0-ı toplayıram 7. 6 üstə 2 gələndə 8. 39 ilə 39-un cəmi. 9 ilə 9-u toplayıram 8. 18 bir yaddaydı. 3 üstünə 3 gələm 6. Bir də yadda elədi neçə? 7. Davam eləyirik. Ədədləri tapın. İlk öncə başlayırıq 8 onluq 20 təklikdən. 8 onluqla 20-nin cəmini necə 20 təkliyin cəmini necə tapacağıq? 8 onluq 80, 20 təklik isə 20 eləyir. 80-in üstünə 20 gələndə cavab 100. 7 onluqla 3 onluğun cəmi. 7 onluq 70, 3 onluq 30. 70 ilə 30-u toplayıram cavab 100. 6 onluq və 35 təklik. 6 onluq 60, 35 təklik 35 eləyir. 60 ilə 35-in cəmi 95. 9 onluq və 10 təklik. 9 onluq 90, 10 təklik isə 10. 90-dan 10 toplayanda da cavabımız 100 eləyir. Gəlin hesablayın hissəsində növbəti tapşırığımıza baxaq. Burada isə biz qruplaşdıraraq hesablama həyata keçirəcəyik. Yəni ilk öncə nə edirik? 39 ilə 11-i toplayırıq. Üzərinə 25 gəlir. 39-un üstünə 11 gələn 50. 50 ilə 25 toplayanda isə 75 eləyir. 34 12 üzərinə gəlsin 16-da isə biz 34 ilə 16-nı toplayırıq. Cavab eləyir 50. 50 üzərinə də yerdə qalan 12-ni gəlir. Eləyir 62. 40 üstə gəl 17 üstə gəl 40. Burada isə biz 40 ilə 40-ı toplayırıq. Eləyir 80. 80 üstünə 17 gələndə isə 97. 14 üzərinə gəlsin 15 üstə gəl 35-də 15 ilə 35 toplayıram. Eləyir neçə uşaqlar? 50. 14 üzərinə gəlsin 50 cavab elədi 64. Son olaraq isə 7 üstə gəlsin 10 üstə gəlsin 13-də 7 ilə 13-ü toplayıram eləyir 20. 20 üstünə 20 gələndə isə cavab
Tapşırıq 5 ilə davam edirik. Boş xanadakı ədədləri müəyyən edin. 90 üzərinə neçə gəlsə 100 eləyər. Təbii ki, 100-dən 90 çıxırıq, nəticədə 10 alırıq. 60 üzərinə gəlsə 20 eləyir 80. 80 üzərinə neçə gəlsən 90 eləyər. Təbii ki, 10. 82 üzərinə neçə gələndə 91 eləyir 9. 40 ilə 35-i toplayıram 75. 95-i tamamlamaq üçün burada 20 yazmalıyam. 93-ün üzərinə 5 gələndə 98. 25 ilə 25 toplayıram 50. Burada 20 yazmalıyam ki 70'e tamamlansın. 50 üzərinə 50 gələndə 100. 79 95'dən 79 çıxaq. Eləyəcək 16. 60 ilə 30'u toplayıram 90. 90 üzərinə 10 gələndə 100 eləyir. 6-cı tapşırığımızla davam edirik. Ədəd tərəzisinin gözləri bərabərləşib. Sual işarəsinin yerinə hansı ədəd olmalıdır? A-da verilib bizə 65 və 5. Eləyir 70. Buraya yazırıq 70. B-də isə 56 ilə 13'ü toplayırıq və 17'ni toplayırıq. 56 ilə 13 ilə 17'ni toplayırıq 30. 56'ın üzərinə də 30 gələndə 86. Nəticədə burada olacaq 86. 86 ilə C-də 14'ü toplayırıq uşaqlar. Eləyir 100. 50'si var. 100 olması üçün bizə nə lazımdır? Bizə 50 lazımdır. Verilmiş kvadratda sətir və sütun üzrə ədədlərin cəmi 100'ə bərabərdir. Boş xanalarda hansı ədədlər olmalıdır? Yəni burada da ədədlərin cəmi 100'ə bərabərdir. Burada da 20 ilə 20'ni toplayanda 40, 40'ın üzərinə neçə gələndə 100 eləyir? 60. 20 üstünə 50 gəlirik. 70, 70 üzərinə neçə gələndə 100 eləyir 30. 60 ilə 10'u toplayıram 70. Burada 30 yazmalıyam ki 100 eləsin. 50 üzərinə 10 gəlirəm 60. Bura 40 yazacağım 100 eləyəcək. 20 ilə 40'ı toplayıram 60. Üzərinə də 40 gələcəm eləyəcək 100. Nəticədə 20, 60. 20 elədi 100. 50, 10, 40 elədi 100. 30, 30, 40 elədi 100. Həmçinin buradan da baxsam yenə də 100, yenə də 100 eləyir. 8-ci məsələmiz. Uşaqlar 3 avtobusla gəzintiyə çıxdılar. Birinci avtobusda 35, ikincidə 25 uşaq var idi. Üçüncü avtobusda isə ikincidən 13 uşaq çox idi. Burada 25'dir. Üçüncü avtobusda heç uşaq var idi. İkincidən 13 uşaq çox deyirsə toplayırıq. Nəticə deyilir 38. Gəzintiyə cəmi neçə uşaq getmişdi? 35, 25 və 38'i toplayırıq. 35 ilə 25 toplayanda 60. 60'ın üzərinə 38 gələndə 98 eləyir. Nəticədə 98 uşaq getmişdi. Gəlin 9-cu məsələmizə baxaq. Cədvəldə dayanacaqdakı maşınların rənglərinə görə say verilib. Cədvələ əsasən suallara cavab verin. İlk öncə cədvələ baxırıq. Qırmızıda 17, ağda 49, qarada 11'dir say, bozda isə 13. Dayanacaqda cəmi neçə maşın var? Gəlin maşınların cəmini tapaq. 17 üzərinə gəlsin 49, üzərinə gəlsin 11 və 13. Burada biz yaxşı olar ki, qruplaşdıraq. 17 ilə 13 toplayaq. Eləsin 30. 49 ilə 11'i toplayaq. Eləsin 60. Nəticədə 90 maşın var. Hansı rəngdə maşın daha çoxdur? Təbii ki, uşaqlar. Ağ rəngdə maşın daha çoxdur. Hansı rəngdə maşın daha azdır? Əlbəttə ki, qara rəngdə maşın daha azdır. Bura qeyd edirəm. Bura qeyd edirəm qara. Ağ və boz maşınların birlikdə sayı. Ağ və boz maşınların sayını tapırıq. Birlikdə sayını 49 və 13'ü toplayırıq. Edir 62. Qırmızı və qara maşınların birlikdə sayından qırmızı və qara maşınların sayısı elədi 28. Nə qədər çoxdur? Yəni 62 28-dən nə qədər çoxdur? 62-də 28'i çıxırıq. Nəticədə eləyir 34.
Deməli 34 vahid çoxdur. Belə bura qədər idi mövzumuz. Sizə sağollaşıram. Yeni dərslərdə görüşənədək sağ olun, salamat qalın.